Selamun aleyküm. Bugün mən zəfəran haqqında danışmaq istəyirəm. Zəfəran o qədər bir gözəl neymətdir ki, inşallah ki, ara sıra bunu insanlarımızın yadına salmaq lazımdır. Əsasən də Bakı zəfəranı. Çünki Bakı zəfəranı həqiqətən də əvəz olunmaz bir neymətdir. Niyə Bakı zəfəranı? Birincisi, çox gözəl zəfərandır. Ona görə ki, Bakının həm torpağı, yəni zəfəran qumsal torpaqlarda bitməlidir. Və həm də havası tam olaraq belə subtropik mülayim iqlimli bir iqlimdə daha yaxşı bitir. Yəni bunun da hamısı Bakıya uyğun gəlir və buna görə də Bakı zəfəranı həqiqətən də dünyada analoqu olmayan bir zəfərandır. Çünki Bakı zəfəranının tərkibindəki selin heç bir zəfəranda yoxdur. Yəni dünyanın hər yerindən olan zəfəranlarla müqayisədə ən çox selin Bakı zəfəranındadır. Məsələn, biz düşünürük ki, qara torpaq daha yaxşıdır məhsulların, meyvələrin, tərəvəzlərin əkilməsi üçün. Amma zəfəran qara torpağı sevmir. Zəfəran sırf qumsal torpaqları sevir. Və ona görə də qumsallıq nə qədər çox olarsa, bir o qədər də zəfəran keyfiyyətli olar və onun tumurcuqları bir o qədər də effektiv olar. Zəfəran niyə çox faydalıdır? Zəfəran ən bahalı deyərdim ki, bitkilərin ən bahalısıdır. Və çox əziyyətlə başa gələn bir bitkidir. Çünki təxminən 150 dənə çiçək, təsəvvürün bir insan 150 dənə çiçəyin içərisindən 3 dənə həmin o telləri yığmaqla, qurutmaqla cəmi 1 qram zəfəran əldə edir. Yəni o qədər bir əziyyətdir. Əkəsən, bunu suvarasan, axırda yığasan və 150 dənə çiçək dərəsən ki, onun içindəki 3 dənə telin cəmi 1 qram eləsin. Və ona görə həqiqətən də çox əziyyətli bir şeydir. Amma əziyyətinə dəyər. Həqiqətən əziyyətinə dəyər. Çünki o qədər faydaları var ki, saymaqla tükənməyən bir faydaları var. Elə insan düşünər ki, bax, məsələn, biz bunu müqayisə eləyə tutalım ki, hansısa bir tutalım, məsələn, biyan bitkisi ilə əvəz eləyəndə biyan bitkisinin 90% oduncaqdır. Məsələn, andızla müqayisə eləyəndə andız bitkisinin 92-93% oduncaqdır. Amma biyanda, zəfəranda belə şey yoxdur. Zəfəran başdan başa hamısı şəfa mənbəyidir. Deməli, zəfəran tumurcuqları insanın qanını təmizləyir. Ən əsası odur ki, qanı təmizləyən bütün dərman bitkilərin çox faydalıdır və bunların da yenə deyirəm başında zəfəran gəlir. Zəfəranın tərkibində ən güclü təsir göstərən 2 antioksidant var. Safranal və krossin maddələr var. Bu maddələr həm antioksidant təsirini göstərir və həm də qan təmizləyici kimi çox böyük bir xüsusiyyətləri var. Mənim eşitdiyimə görə hətta xarici ölkələrdə zəfəranın öz tumurcuqlarına dəymədən belə onun tərkibindəki krossini götürə bilirlər. Ona görə tumurcuğu da təzədən sata bilirlər. Ona görə də ən yaxşısı bizim öz Bakı zəfəranımızdır. Həmişə istifadə edəndə Bakı zəfəranı istifadə edin. Azərbaycan zəfəranı çox faydalıdır. Deməli, zəfəranın o qədər təsir xüsusiyyəti var ki, 1 qram zəfəran 1 ton suyu boyayıcı bir təsir göstərə bilir. Yəni bunun rəngini dəyişə bilir. Təsəvvür edirsiniz, 1 qramı. Deməli, zəfəran bayaq dediyim kimi birinci növbədə qanı təmizləyir və ən böyük fayda verdiyi orqanlardan biri bizim beynimizdir. Zəfərandan mütəmadi demirəm, hər gün istifadə edən insan, zəfərandan yəni ayda bir 5-6 dəfə, bir 7-8 dəfə istifadə edən insanlarda belə deyərdim ki, heç vaxt beyinlə bağlı problem ola bilməz. Çünki beyin sinir hüceyrələrinin, sinapsların bir-birinə ötürücülüyünü artırır, məlumat ötürücülüyünü artırır, beyni qidalandırır, beyinə çox gözəl əsəb sakitləşdirici, antidepressant bir təsir göstərir, yuxunu dərinləşdirir, çox gözəl yuxu verir. Onu da xatırladım ki, aparılmış sınaqlarda aydın olmuşdur ki, antidepressan təsir göstərən dərman bitkilərinin içərisində zəfəran birinci yerdə gəlir. Biz həmişə dazlotiya deyirik təbii antidepressan, amma zəfəran
ondan da üstün imiş. Və eyni zamanda zəfəran dediyim kimi yuxunu da dərinləşdirir və zəfərandan mütəmadi istifadə edən insanların gözləri qartal gözü kimi olur. Çox dəqiq görər və zəfərandan dediyim kimi uzun müddət istifadə edən insanlarda beyin xəstəliklərindən heç bir olmaz. Hətta onkoloji xəstəliklər belə bu insanlara yaxın gəlməz. Çünki dediyim kimi krossin və safranal çox güclü antioksidantlardır. Beyin xəstəlikləri var, skleroz var, Alzheimer var, demensiya var, sonra şizofreniyalar var, sonra Parkinson var. Bunların hamısı beynin zaman-zaman yapırıqması, yəni kiçilməsi nəticəsində əmələ gələn xəstəliklərdir və bunların hamısının zəfəran qarşısını alma gücünə malikdir. Təbii ki, zəfəranı bir dəfə, iki dəfə istifadə eləməklə yox, mütəmadi, ara-sıra, məsələn, zəfəranı, məsəl üçün, istifadə qaydaları da çox çətin deyil. 1 qram zəfəranı 4-5 yerə bölə bilərsiniz. Normalda elə 5 yerə bölün 1 qram zəfəran. Elə əlinizlə 1 qram aldınız. Əlinizlə təxminən belə 5 yerə bölün. Bir hissəni götürürsünüz axşamdan, tam qaynar olmayan istiosiya, əli dişləyən belə deyim, istiosiya axşamdan qarışdırırsınız. Səhər yuxudan duran kimi içirsiniz. Hətta yaxşı olar ki, səhər bunu içən kimin yenə ora həmin miqdar su tökün, axşam için və yerdə qalan zəfəranları da yeyin. Çox gözəl effekti var. Mən hətta bunu özüm belə hazırlayıram. Deməli, zəfəranı tökürəm və bir çay qaşığı da bal tökürəm, səhər durandan sonra içirəm. Bunu da o formada eləsəniz daha gözəl təsiri var və bu hətta bu resept gedib Həzrət Əliyə qədər çıxır. Allah ondan razı olsun. Deyib ki, yaddaşı gücləndirmək üçün bal və zəfəran qarışımından içə bilərsiniz. Dediyim kimi, zəfəran birinci təsiri beyinədir. Çünki eyni zamanda zəfəran güclü bizim qanımızı təmizləyici xüsusiyyətləri olduğuna görə də xolesterin və xolesterin sələflərinin hamısını aşağı salma gücünə malikdir. Çünki damar divarını elastikləşdirir və xolesterin sələflərini aşağı salmaqla damar divarlarını elastikləşdirir. Damar xəstəliklərindən əziyyət çəkən insanlar varsa, məsələn, üzündə rozaseya, qırmızı purpura xəstəliyi varsa, bu insanlarda bundan mütəmadi içə bilər. Sonra ürək mənşəli xəstəliklərdən əziyyət çəkən insanlar üçün də çox faydalıdır. Çünki ümumiyyətlə damarlara yaxşı təsir göstərən bütün dərman bitkiləri eyni zamanda ürəyə də yaxşı təsir göstərmiş olur. Çünki damarların içərisi təmizlənərsə, ürəyin gücü daha da artacaq və ürək gücə düşməyəcək, gücənməyəcək işləyən vaxtı və eyni zamanda ürəyin oksigenə olan tələbatı azalacaq. İnsanlarda mikrosirkulyasiyanı da yaxşılaşdırır, qan axımını rahatlaşdırır. Dediyim kimi, qanı təmizləyici xüsusiyyətlərinə görə insan bədənində daxili orqanların qidalanma ilə bağlı bütün problemlərini aradan qaldırır. Məsələn, qaraciyər xəstəliklərində çox gözəl təsir göstərir. Hətta kişilərdə prostat problemi olan insanlarda prostat problemi kişilərdə niyə əmələ gəlir? Prostat vəzi insan yaşlaşdıqdan sonra qanla təchizatı zəifləyir. Bax, qanla təchizatını da artırır. Qanın prostat vəziyə və başqa daxili orqanlara giriş çıxışını da yaxşılaşdırır. Dediyim kimi, prostat və mədaltı vəziyə də çox gözəl təsir göstərir. Dediyim kimi, mədaltı vəzinin həm qanla təchizatını yaxşılaşdırır və eyni zamanda mədaltı vəzinin motor sekretor funksiyasını artırır. Dediyim kimi, yaddaşı da gücləndirir. Bunu biz imtahana hazırlaşan uşaqlara, sonra yaşlılara, sonra yaddaş zəifliyindən, asteniyadan, halsızlıqdan, yorğunluqdan əziyyət çəkən insanlara bunları verə bilərik. Bir sıra xəstəliklər var ki, şiş xəstəlikləri, məsələn, şiş xəstəliklərinin həm profilaktikasında, həm də şiş xəstəliklərinin müalicəsində çox gözəl təsir göstərir. Mən, məsələn, zəfəranı həmişə zob xəstələrində də təyin edirəm. Çünki bu qalxanvari vəz ətrafında əmələ gəlmiş kissaların əridilməsində və yaxud da ki, qalxanvari vəzinin bədxəstəli şişlərində, xoşxəstəli şişlərində də zəfəran təyin edirəm. Gözəl də nəticələrimiz var. Sonra MS xəstəliyində göz zəifləməsindən əziyyət çəkən insanlar varsa, həm MS, yəni multiskleroz, dağınıq skleroz xəstəliyi deyirik biz buna. Xəstəliyin ümumi müalicəsində və göz zəifliyini aradan qaldırmaq üçün də zəfərandan istifadə edirik.
Parkinson xəstələrində zəfəran təyin edirəm və burada da gözəl nəticələrimiz var. Ümumiyyətlə dediyim kimi beyin xəstəliklərinin hamısında, şiş xəstəliklərinin hamısında və endokrin sistem xəstəliklərinin hamısında zəfərandan istifadə edə bilərsiniz. Mən Azərbaycanda bir sıra yerlərdə zəfəran əkimi sahələrində olmuşam. Və mən sevinirəm ki, hər ildən ilə get-gedə Azərbaycanda zəfəran əkimi çoxalır. Məsələn, regionlarımızdan da, hətta məsələn Şəkidə də bir neçə yerdə artıq zəfəranlar əkilib. Orada da zəfəran təsərrüfatları çoxalıb. Amma təbii ki, Azərbaycanda zəfəranın belə deyərdim ki, məkanı Bakıdır və Bakıda bir sıra yerlərdə zəfəran artıq plantasiyaları salınıb və sevindirici haldır ki, artıq dünyada Bakı zəfəranının xüsusi yeri artıq var və Bakı zəfəranının təbii əkim sahələri artıq əmələ gəlib. Belə ki, biri var ki, sahələr əkilir, bura müxtəlif gübrələr vurulur. Biri də var ki, tam təbii olan zəfəranlar artıq Azərbaycanda var və bunlar dünyanın bir sıra yerlərinə eksport olunur. Bu çox sevindiricidir. Bu öz sözünü deyir. Məsələn, Az-Safran adında bir şirkət var. Həmin şirkətdə mən oldum. Böyük bir sahələri var. 20 hektara qədər bir sahələri var. Və bu sahələrdə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş bizim insanlarımız çalışır. Hamısı da Azərbaycanlılar çalışır və çox sevindiricidir. Heç bir gübrədən də istifadə eləmirlər. Bu da bir nemətdir ki, Azərbaycan üçün. Düz təbii ki, bu belə olanda daha baha başa gəlir. Amma təbiiliyi qoruyur, Azərbaycanın markasını qoruyur, Azərbaycanın adıdır. Nə qədər çox olsa bu kimi şirkətlərimiz Azərbaycanda həqiqətən sevindirici olar. Həm işçi qüvvəsi aradan qalxır, nə qədər insan oradan evinə çörək aparır və ən əsası da odur ki, artıq 10 ildən, 15 ildən sonra bütün insanlar görəcəklər ki, Azərbaycan zəfəranının başqa bir yeri var. İnşallah o zaman gələcək, artıq o zamanın bünövrəsi indidən qoyulub. İnşallah ki, hər gündən günə ötdükcə bu xəbərləri biz eşidəcəyik inşallah. Sağ olun, sağlam olun biz içində. Amin.